Salam İshak abi, evime hoş gelmişsən. Şabat şalom. Bugün Teşekkürler. Şabat'ta yeri gelmişken. Psixoloqun ezoterika sualları olacaq və suallar bundan ibarətdir ki, həqiqətən mən məsəl üçün bu suallara cavab verə bilmirəm. Münasibətlə bağlı olan suallardır. Gəlib mənə deyirlər ki, mən nəyə görə problemli adamları seçirəm də, xanımlar özəlliklə sual verirlər. Kişilər də olub, sadəcə kişilər həmişə vermirlər bu sualları. Ya çəkinirlər, ya deyirlər ki, nəysə gələcəkdə olar. Əsasən xanımları maraqlandırır. Nəyə görə istədikləri adam qarşısına çıxmır və yaxud qısa bir münasibət yaşayırlar, başlayırlar bir-birlərini söyməyə. O deyir, sən narsistsən, o deyir, yox sən narsistsən, deyir, yox sən 5 qat narsistsən, o deyir, yox sən 25 qat narsistsən. Mən psixoloqlara başa düşürəm ki, sadəcə buna rusca deyirlər, уровень развития enerji, yəni zəka səviyyələri fərqlidir, dünya görüşləri fərqlidir. Bununla bağlı olur onlar. Sizcə nədəndir? Elədirmi? Yəni enerjetik olarak bir şeydirmi bu? Əslində bir tərəfdən bəli, siz dediyiniz kimi elmi baxımdan ola bilər bəzi insanlarda, amma bəzilərində isə bu cür nədir ki, mistik baxımdan yanaşacağam, öz kabala ilə bağlı elmi baxımdan. Bəzi qadınlar özlərinin taleylərini özləri bağlayırlar. Bir insanda ki, bəxt alınmır, taliyə alınmır, bəzən biz falı baxımda bu cür nəsə araşdırdıqda sonra görürük ki, bu adamda heç nə bəxt bağlılığı var, nə tilsim, sehir, bu qara magiya, lənət, zat. Bu adamın üzərində heç lənət də yoxdur, sehir də yoxdur. Və bu insan özünü taleyini stopa saxlayır. Və bu da nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, həmin insanlar namizədi olan insanlara dəyər verə bilmir. Özü hər şey bu adamla alınmır, Tofiqlə alınmır, Samirlə alınmır. Hamısını rədd eləyir və artıq da elmi baxımdan siz dediyiniz kimi özlərinə bağlayırlar, stopda qoyurlar. Amma bəzi insanlarda isə bu cür nə olur qadınlarda? Bunun da yalnız bir neçə növü var ki, o qadınlar ki, taleylərində hər şey yaxşı gedir, risk dayanır. Və birdən-birə bir adam çıxır, dünənə qədər buna quş südünə qədər, hər şey başını vursun, dağılsın, hər gesti eləyirdi, birdən-birə həmin qarşındakı insan dayanır, ya yoxa çıxır, ya quruyur. Bu artıq sehirdir, bəxt bağlılığından irəli gəlir. Bu bəxt bağlılığından irəli gəlməsi də bunda iki dənə faktor var ki, iki qayda var ki, bir tilsimdəndir, ya da bir də neqativ enerji, dişi enerjinin aşağı düşməsi və yaxud da bağlanması. Bu bəzi kişilərdə də olur ki, münasibət yaşayır, birdən-birə itir. Və hətta bəzi insanlar var ki, insanlarla hətta pastel ilə pastel var ki, adamı bağlayar, pastel və adamdan uzaqlaşdırır. Hətta o dönəmə qədər gəlib çata bilmirlər bu insanlar. Hamısı yarımçıq qalır. Bu yarımçıq qalmaqlarının səbəbi bundan irəli gəlir. Yoxsa bir insan ki, öz həyatda taleyini stopa qoyub, hər şeydən stopdur, amma yenə də bir adam axtarır. Ağ atlı mələk axtarır, ağ atlı bir adam axtarır, amma bu adamlar bu vaxta qədər heç nə tapa bilməyəcəklər. Bu magiya deyil, bu elmi baxımdandır. İnsanlar öz şəxsi inkişafları ilə məşğul olsalar bəlkə daha yaxşı olar da, özlərini inkişaf etsin. Hər şeyi qarşı tərəfdən mi gözləyirlər? Təəssüf hissi olsun ki, bəzi insanlar artıq statistikaya əsasən çoxdur bu cür insanlar dünyada da özlərinə dəyər verməyə yox, qıraqdakına deyirlər ki, dəyər gözləyirlər və özləri üçün nəsə eləmirlər, qıraqdakından səhv etməsə elə başa düşdüm. Yəni kimdənsə nəsə ummurlar. Bu vaxta qədər həmin insanlar onun həyatına daxil olmadan amma özlərini yaşayıblar. Özləri stimulu, geyimi, düzdürmü? Amma başqa bir adam bunların həyatına daxil olduqdan sonra yenidə nəsə ummaq və yaxud da nəsə bir macəra. Düzdür, bu okey. Bu həyat doğulandan bu günə qədər kimsə nəsə axtarır bu həyatda. Məncə həqiqətən də özlərinə elə siz dediyiniz kimi bu Şəxsi inkişafı ilə məşğul olsalar daha yaxşı olar və həyatında da gözəllik olar. Mən məsəl üçün bəy kimi soruşuram da, kişilərin adından sonra. Məsələn, xanım olur, bir dəfə, iki dəfə olan bir şeydir. Çox tanışlarımda olur, belə mənim öz başıma yox. Xanım da məsələn, sevirsən onu, qoruyursan, yaxşılıq edirsən, gedir sənin dalınca danışır. Özəlliklə sən ortaq tanıdığınız bir adamın yanında danışır bir də bunu. Bu deməyəcəm nankörlükdür filan, yəni aydın məsələdir ki, nankörlükdür, mədəniyyətsizlikdir, ədəbsizlikdir. Niyə bunu eləyir? Yəni şeytan mı yoldan çıxarır, yoxsa
qisas mı almağa çalışır, yoxsa özünə sübut eləməyə çalışır ki, mən həqiqətən pis adamam və madəm pis adamam, elə qoy axıracan pis adam olum. O liniyadan çıxmayım mı, yoxsa nədir bunun səbəbi? O insanlar ki var, elə dediyimiz adama uyğunluq, yəni yaşanan bəzi insanlar, bu cür olan insanlara belə bir adam deyilir ki, yenə də bu həyatda heç nə tapa bilməyən insanlardır və e, nəsə alınmırsa talelərində biriləri ilə alınmırsa, işlər stopda dayanırsa falan, amma gedirsə oradan danışmaqlar, dalıcı danışmaqlar, sanki nəsə özünü level göstərərək həmin insanı aşağılamaq istəyirlər. Amma sual verəndə də həmin insanlar bəs sevmisən, bəs özün ayrı sevmisən, sən o adamı sevmisən və özün ayrıldın. Deyir, hə, yox, elə də sevgi yox idi. Ya yaş fərqi var idi, ya xarakteri başqa idi, ya bu cür nəsə axtarırlar. Yaşı da az deyil də. Məsələn, qabaq yadındadır, əvvəllər oğlan qıza onun rəfiqəsinin xəyanət edir. İndi bunun daha tam tərsi baş verməyə başlayıb. Yəni hansısa oğlanla dostluq edirsən, kişi ilə dostluq edirsən, qardaşımdır, yemək verirsən, evə gətirirsən filan, sənin xanımva göz tikməyə başlayıb. Bu artıq insanların qanında olan bir mikrob var ki, o mikroba bənzəyir və Bu çox da bəzi Türk insanlar serialları filan. Məncə bunun heç bir seriala Məncə həqiqətən serial düzdür, bir el arasında yayılır ki, Türk seriallara baxdı, falan seriallarda elə deyil. Məndən çox seriala baxan yoxdur. Mən niyə heç kimə xəyanət eləmirəm? Yox. Deməli, mənim qanımda yoxdur da, yəni nə olar ya? Bu insanlar təəssüf hiss olsun ki, o cürünə bəzi qadın xeylaqlarında günah var, məxsusən də özləri xəyanət eləməklərinə baxmayaraq, onların həmin qadında günahdır və o kişidə də o günaha görürəm ki, bir qadına şeytan Adəmə dedi ki, yi onu, məsələn, Lilith. Adəmdən başladı, qadın aldatdı, amma Adəm də etdi. Mənə elə gəlir ki, məsələn, heç kim məni qınamasın, ya da qınaya da bilərsiniz. Mən qadınların hansısa bir prinsipləri filan olduğuna inanmıram. Mən inanıram ki, qadın ya tərbiyəlidir, ya tərbiyəsizdir. Yəni qadınların hansısa bir kredosu, prinsipi filan, məsələn, mən görməmişəm ki, qadın hansısa bir səhv eləsin, o səhvə görə çıxsın desin ki, mən özümü bağışlaya bilmərəm və nə bilim götürsün qılıncla özünü kəssin ki, məsələn, yakudzaların elədiyi kimi, samurayların elədiyə kimi. Mən özümü bağışlaya bilmirəm. Hə, məncə ya hansısa prinsiplər üzərinə tərbiyə olunub, ya da ki, olunmayıb ümumiyyətlə. Bunun hansısa aynən özündə vicdan hissi hiss eləsin. Bu yaxında bir xanımla danışırdıq və əri çox imkanlı idi, hər şey eləyirdi bunun üçün. Özü də deyir ki, bizə yaxşı baxırdı filan idi və özü öz ərinə xəyanət edib. Amma deyir ki, şərəfsiz idi, oğraş idi deyir. Deyirəm, niyə edib? Mənə normal cavab verə bilmədi ki, yəni bir neçə gün bu adamla tanış olmuşam, normal cavab verə bilmədi ki, nəyə görə bu adam pisdir. Mənə qayğı göstərmirdi. Deyirəm, sən bunu xəyanət eləmişsin, mənə xəyanət eləsəydin, böyük ehtimal indi taxtalı köydəydin. Yəni o vaxta görə, yəni indi heç kimdən şey eləməzdim. Bəzilər insanların da həyatında artıq yeni bir macəra axtaran insanlar bu cür edirlər və yaxud da yeni bir Azərbaycan dili, el dili aşinası olanda edirlər. Bax belə bir çox yerlərə yazıla bilər və yaxud da həmin insanla həmin Qadının gözü doymurmu səncə? Qadın üçün bir kişi çox, iki kişi azdır. Yəni təsəvvür edin ki, bu sözün mənası bundan ibarət ki, bir kişi çoxdur, yəni bir dənəsi varsa çoxdur. Mənası nədir? Kişi ayrıldıqdan sonra bir nəfər var idi həyatımda falan. Bir insan ki sevgilisindən və daimi yaşadığı, həqiqi bir sevgi yaşadığı adamdan ayrılırsa, ikinci adamım da həyatımda yox, yalan söhbətdir. Çünki daha kişi gələcək həyatına çox daxil olan insanlar olacaq. Mən çox xanımlarla işləmişəm deyə, yəni hər dəfədə yeni bir şey öyrənirəm. Məsəl üçün mən öyrənmişəm ki, sonuncu dəfə hardasa bir ay bundan əvvəl elə bir xanım gördüm. Deyir ki, mən yoldaşımı da sevirdim, amma başqa kişiləri də sevirdim. Daha doğrusu yoldaşımdan deyir ki, yataq həzzə almırdım, amma ki, yoldaşımı sevirdim. Amma başqa kişilərlə də olurdum və qayıdıb gəlirəm təzədən yoldaşım yanına ki, mən onu sevirəm. Burada deyirlər ruh həşçisini tapmamış fantaziya həvəskarları beləcə olur. Məsəl üçün ömrü boyu inanmışam ki, bir insan sevirsə, o başqa insandan yata bilməz. Həqiqi məhəbbət, həqiqi sevgi tam ayrı bir şeydir, bəli. Bəli. Amma təəssüf hiss olsun ki, nə qədər də sevsin, amma gəl ki, ortada bir şey.
hardasa indi toxuşmaması, uyğunlaşmamağı bildiyi şeyləri var. Bu insanla bu insan onsuz evirəm. Mən məsəl üçün prinsiplərim var. Mən prinsipial olaraq istəyirəm dünyanın ən çirkin qadını olsun, nə bilim evlənmişik, hadisədə olub, üzü yanıb. Mən yenə də başqa qadınla olmayacağam. Ayrılarıq, boşanırıq, hə, ola bilər, amma prinsipial olaraq başqa qadınla nəinki olmağı heç nə flörtləşim, zarafat edeyim, nə başqa bir şey eləmirəm. Bu mənim şəxsi prinsipimdir. Və mənim kimi insanlar da azdır və bu həyati keyfiyyətləri necə əldə etmək olar videosu da gələcəkdə bəlkə gəldi. Bu ailədən gəlir, genetika burada rol oynayır, xarakter, hormonal fon və s. və s. Bunlar da vacibdir. Və sadəcə xanıma deyil, ümumiyyətlə insan belə şey yoxdur ki, məsəl üçün mən vəzifədə olanda heç kimə xəyanət eləməmişəm. Bir insan xəyanət eləmirsə, bir insan sadiqdirsə, hər şeydə sadiqdir. Saxladığı heyvandan tutmuş, evindəki nə bilim hansısa figura qədər ki, mən bu figuru heç vaxt satmaram, nə bilim acından ölərəm, bu mənim üçün əziz bir şeydir. Nə bilim dostumla çörək yeyib o qaba tüpürmərəm. Mən o adamlara hirslənmirəm də, səni də düşünürəm ki, hirslənmirəm. Sadəcə bədbəxt insanlardır, Bəli. yazıq insanlardır. Onlar üçün sadəcə dua eləmək olar ki, bəlkə açansa gözləri açılar, bəlkə açansa. Yəni sən 20 il, 25 il, 30 il, 40 il yaşayırsan və hələ də bu dünyanın heç bir mənası olmadığını dərk eləmirsən, özəlliklə baxırsan ki, kasıb adamda, kasıb adamın nəyi var? Bir dənə qüruru var, onu da öz qürurunu da özün tapdalayırsan, hansısa bir qadına görə və yaxud kişiyə görə və yaxud 2 manat pula görə. Yəni, nə mənası var o zaman sənin yaşamağın, bu həyatda olmağın nə mənası var adama deyərlər. Tamamilə doğrudur. Mən o insanlara bədbəxt deyirəm, amma xəstə demirəm. Çünki xəstə, ailədə bir uşaq xəstə olanda, bir insan xəstə olanda hamıdan çox sevilir. O xəstədirsə deməli çox sevəcəyik, amma bədbəxtdir. Amma bir də mən onu demək istəyirəm ki, bu həyatda ümumiyyətlə sadiq insan deyə bir şey yoxdur. Hamımız hardasa nəsə sadiqlikdə, hansı bir yerdəsə öz cismani, bioloji, anatomi və yaxud da tanrı, rəbb, mistik hardasa sadiqliyi pozmuşuq. İdeal adam yoxdur. Əsas odur özümüzə xəyanət eləməyə birinci növbədə. Yəni bilək ki, kiməsə xəyanət eləyəndə və insana xəyanət sözünün mənasını və aydınlanması nədir, nə anlama gəlir onu bilməliyik. Yəni xəyanət deyəndə insanın ağlına ancaq yataq gəlir. Xeyr. Sözümüzlə xəyanət eləyə bilərik. Kiminsə dalınca danışanda xəyanət eləyə bilərik. Xatırlamaq lazımdır ki, sən bu adamla çörək kəsmirsən, sən həmişə bunun tərəfini tutma. Keçən şeylə görüşmüşdüm, bir xanımla görüşmüşdüm və o məndən keçmiş sevgilimi soruşurdu. Deyir ki, necə adamdır? Deyir, yəni başladı onu pisləməyə. Mən də onun tərəfini saxladım. Deyirəm ki, ağıllı qızıdır, filandır, beşməkandır və bu qız mənə deyir ki, sən məni yaxşı tərifləyirdin. Deyirəm, bəs mən səni çörək kəsmişəm axı, niyə mən səni pisləməliyəm? Onun üçün bu anormal gəlir ki, bəs məni niyə tərifləyəsən? Düşün sən. Diqqətin üçün təşəkkür edirəm. Video çəkildiyinə görə təşəkkür edirəm. Var olasın. Mən də bizi izləyənlərə salamlayıram buradan. Allahın verdiyi nemətlərdən yeməyə davam edəyək söhbətimizə. Və mən də bizi izləyənlərə dərin təşəkkür bildirirəm və şabat şalom deyirəm. İşıq açıq da xüsusi təşəkkür. Bəli.